Esselamu aleykum. Növbəti dərsimizə keçirik. Bugün də yeni 2 hərf götürəcəyik. Amma əvvəlcə qeyd edim ki, kim bu videonu izləyirsə, əvvəlki dərslərimizə baxmayıbsa, qayıdıb dərs 1-dən başlayıb, hərfləri öyrənə bilər. Bugünkü hərfimiz, yeni 2 hərfimiz bax bunlardır. İndi bu hərf əslində ayın hərfi. Çox qəribə hərfdir. Necə qəribə? Yəni çətin tələffüz olunan hərflərdən biridir. Boğazın ortasından çıxan bir hərfdir. Belə ayn incə hərfdir. Yəni boğazın ortasından sıxılaraq çıxır. Elə bil ki, ə-a səsini birlikdə tələffüz edirsiniz. Amma boğazın ortasını sıxaraq. Ə, belə. Qarşılığı yoxdur bu hərfin Azərbaycan dilində. Və incə hərfdir. İndi yazın. Belə biraz E hərfinə oxşuyur. Qeyd edim ki, məsələn, biz onun xəttin üstünə yazsaq, xətti kəsib keçəcək. Bu formada. Bu, ayın hərfinin deməli, sərbəst yazılışıdır. İndi mən onun əvvəldə, ortada, sonda necə yazılışını göstərəcəm. Deməli, bu hərfi bir də deyirəm, boğazın ortasını sıxaraq tələffüz edirik. Sonra növbəti hərfimiz qayn hərfidir. Qayn hərfi qalın hərfdir. Bu isə qayn hərfidir. Həmin hərfdir. Üstünə nöqtə qoymuşuq da. Qayn hərfi. Qayn hərfi. Qayn. Deməli, ğı səsini verir. Ğı. Ğı səsini verir. Və boğazın ağıza yaxın olan yerindən çıxır. Ğı, ğı, ğı. Bax belə. Elə bil ki, əlinizi boğazınıza qoyursunuz. Ağıza yaxın, yəni çənəyə yaxın yerdən çıxır da hərf. Bir var lap aşağıdan çıxır. Biz bunu əlif hərfinə demişdik. Bir var ortadan çıxır. Məsələn, ayn hərfinə demişdik. Bir də bu qayn hərfi ğı, ğı, ğı. Əlinizi belə qoyub boğazınızda yoxlaya bilərsiniz. Qayn hərfi də qalın hərfdir. Qeyd edim ki, yəni qalın hərflərindən biridir bu. İndi bu hərflərin yazılışlarına baxaq. Deməli, ayn hərfi sərbəst formasını yuxarıda qırmızı ruçka ilə yazmışam. İndi əvvəldə necə yazıldığına baxaq. Deməli, ayn hərfi qeyd edim ki, burada demişdik ki, xətti kəsir də. Amma məsələn, əvvəldə yazılışında necə olacaq? Hərfin o aşağı düşən hissəsi yox, yuxarıdakı olan hissəsi götürüləcək. Biraz da bunu daha yaxşı yazım. Bir dəqiqə. Bax, burada bir çıxıntı olacaq. Bu çıxıntıyla, yəni özündən sonra gələn hərfə birləşəcək. Sonra ortada necə yazılacaq? Ortada, bax bu hərf, buradan da çıxıntı olacaq. Buradan bax belə qayıdacaq. Burası da dolu olacaq. Bu formada olacaq. Bu düzdür. Bu düz xətdir. Hər iki tərəfdən birləşmə olacaq. Ona görə belə olur. Bir də yazım, yaxşı alınmadım. Bax belə yazıb, bunun içini doldururuq. Yəni belə. Bu oldu ayn hərfinin ortada yazışı. İkisində də xətti kəsmir. Yəni xəttin ortasında olur. Amma sonda isə necə olacaq? Buradan bir çıxıntı olacaq. Gələcək başdan. Burası belə. Yəni bura dolu olacaq. Elə bil aşağı hissəsi, yəni o kəsib gedən hissə hərfin özündəki kimi, sərbəst formadakı kimi olacaq. Bir də yazım bu hərfi. Çıxıntı belə. Xəttdən aşağıda hərfin öz hissəsi. Bu çıxıntı isə birləşmək üçün, yəni buradan birləşəcək. Bu da oldu onun sonda yazılışı. İndi qayn hərfinə keçək. Qayn hərfi eyni hərfdir. Mən burada ğı yazım. Yəni eyni hərfdir də. Sadəcə nöqtə qoyacaq. Eynisidir. Tamamilə eynidir. Yəni sadəcə üzərində nöqtə var. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm sizə faydalı olar. Növbəti dərslərdə görüşərik inşallah. Hələlik.